Salam əziz ikincilər, sizləri kanalımda xoş gördük. Biz bugün 2-ci sinif Azərbaycan dili 2-ci hissə dərsliyindən səhifə 96 və 97-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağınızı və videolarımızı bəyənməyinizi xahiş edirik. Gəlin başlayaq. Çalışma 1A. Şəkillərdəki yenidən istifadə, fəsil 3. 1A. Şəkillərdəki şüarları oxuyun. Bu çağırışların mənasını izah edin. Əşyalara ikinci həyat verək. Hər kağızı bir yarpağa dəyişək. Təbiəti dəyişmə, özünü dəyiş. Deməli, burada gəlin bu şüarların hər birinin mənasını izah edək. Bu o deməkdir ki, birinci şəklimizin şüarı mənası odur ki, əşyalara ikinci həyat verək. Deməli, köhnə və lazımsız əşyalardan yenidən istifadə edə bilərik. İkinci, hər kağızı bir yarpağa dəyişək. Kağıza qənaət etməklə ağacların kəsilməsinin qarşısını alaq. Üçüncü şüarımız. Bizlər yanlış hərəkətlərimizlə təbiətə ziyan vururuq. Bu şəkildə həll olmuş olur. Çalışma B. Mətni oxuyun. Baş qəhrəmanın hansı hisslər keçirdiyini müəyyən edin. Kürən pişiyin əşyaları. Kürən pişik əşyalar almağı xoşlayır. Yeni əşyalar almağı xoşlayır. O istəyir ki, bütün əşyaları təzə olsun. Geyimi, oyuncaqları, velosipedi. Bir əşyası azacıq köhnələn kimi yaxınlıqdakı gölə tullayır və dərhal yenisini alır. Kürən həmin göldə vaxt keçirməyi çox xoşlayır. Tez-tez ora balıq tutmağa gedir. Əslində neçə vaxtdır ki, göldə balıq yoxa çıxıb. Ancaq bu kürənin vecinə deyil. Qayıqda oturub əlində tilov suya baxmaq ona ləzzət verir. Bir dəfə kürən həmişəki kimi qarmağı suya atıb gözləyirdi. Birdən qarmaq nəyəsə ilişdi. Bu nə idisə çox ağır bir şey idi. Kürən tilovu dartdıqca qayıq ləngər vururdu. O həyəcanlandı. Aha, deyəsən böyük balıq tutmuşam. O tilovu çəkdi. Suyun üzünə dəhşətli bir varlıq çıxdı. Vay, bu nədir? Kürən indiyənə kimi belə qorxulu şey görməmişdi. Kömək edin, əcinlə. O avarları bacardığı qədər sürətlə çəkməyə başladı. Lakin əcinlə onun qarmağını ilişmişdi. Nə qədər uzaqlaşmağa çalışdısa, əcinlə dalınca gəlirdi. Qorxunc əcinlə onu sahilə qədər təqib etdi. Qayığı sahilə çatan kimi qaçıb kolların arxasında gizləndi. Əlləri ilə başını tutdu, gözlərini yumdu və yerə çömbəldi. Var gücü ilə qışqırıb dostlarını səslədi. Yastıdaban, çəpgöz, cicik. Çalışma C. Kürən dostlarını necə səslədi? Onun hərəkətlərini təkrar edin. Deməli, kürən yastıdaban, çəpgöz, cicik, əlləri ilə başını tutdu, gözlərini yumdu və yerə çömbəldi. Çalışma C. Sizcə göldə niyə bir dənə də olsun balıq qalmamışdı? Çünki kürən hər əşyasını gölə atırdı, beləliklə də göldəki su çirklənirdi. Ona görə də balıqlar məhv olmuşdular. Çalışma D. Mavi rənglə verilmiş suallara cavab verməklə cümlələri genişləndirin. Kürən sevinirdi nə zaman? Kürən yeni əşyalar aldığı zaman sevinirdi. 2. Kürən ləzzət alırdı. Nədən? Kürən qayıqda oturub əlində tilov suya baxmaqdan ləzzət alırdı. 3. Kürən həyəcanlandı. Niyə? Kürənin qarmağına nəsə böyük bir şey düşəndə həyəcanlandı. 4. Kürən qorxdu. Nədən? Kürən suyun üzərinə dəhşətli bir varlıq çıxanda qorxdu. Çalışma D-imizin də həlli bu şəkildə olmuş olacaqdır. Bugünkü tapşırıqlarımız bu qədər, əziz şagirdlər. Növbəti videolarımızda görüşənədək kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.